Salam, əziz müəllimlər, şagirdlər və abituriyentlər. Mən Günel Əliyeva. Bugündən etibarən ədəbiyyatdan test video izahları sizə təqdim edəcəm. Beləliklə, MHŞM test toplusundan başlayırıq. İlk mövzumuz şifahi xalq ədəbiyyatıdır. Diqqətli olun. Mən sualları oxuduqca siz də öz fikirlərinizi, yəni düşünün. Beyninizdə düşünə bilərsiniz, sonra rəylər bölməsinə də fikirlərinizi qeyd edə bilərsiniz suallarla bağlı. Həmçinin deməli, yəni videoları bəyənirsinizsə videolarımı paylaşın, like edin. Başlayaq birinci sualdan. Deməli, birinci sualımız belədir. Hansı janrla bağlı xüsusiyyət verilməyib? Qəhrəman əksər hallarda ideallaşdırılır. Əfsanəvi şəxsiyyətlərin həyatı ilə bağlı hadisələr əks oluna bilir. Xalqın məişəti güzaranı ilə bağlı olan nəğmələrdə sonluğu başqa bir janrın ortaya çıxmasına səbəb ola bilər. Deməli, burada nağılın, rəvayətin, mərasim nəğmələrinin və lətifənin xüsusiyyəti var, amma əfsanənin xüsusiyyəti yoxdur. Yəni, cavab A variantıdır, onun xüsusiyyəti yoxdur. Şifahi xalq ədəbiyyatı, deməli, klasteri tamamlayacaq fikirləri seçməliyik. Burada verilib şifahi xalq ədəbiyyatı və ona cümlə. Bayatı yalnız şeir janrı kimi çıxış edir. Yəni, şifahi xalq ədəbiyyatına bir cümləmizdir. İndi biz burada digər fikirləri seçməliyik. Deməli, doğru fikirləri. Deməli, holavarların, mən düzgün cavabları deyim, vaxt itirməyək. Burada deməli, olacaq məişət nağılları və rəvayətlərdə reallıq baxımından oxşarlıq mövcuddur. Bir də ki, lətifələrdə yalnız yumor yox, satira, sarkazm da mühüm yer tutur. Yəni 3-dən 4 olan cavabımız bu da C variantıdır təbii ki. Sonra üçüncü sualımız zülf töküb üzə dilbər, çıxıbdı düzə dilbər, duvaq salın üzünə, gəlməsin gözə dilbər. Bu bir toy nəğməsidir. Deməli, janrı nəğmədir. Sonra ədəbi növü lirikdir və lirik növdədir. Həyata əks etdirilmiş üsulu tərənnümdür, çünki lirik növdə tərənnüm əsasdır. Yazıldığı şəkil sualı. Yazıldığı şəkil, yəni bu bayatı şəklində yazılıb da C variantı. Dördüncü sual. Atalar sözləri və məsələlərlə bağlı verilən fikirlərdən hansı yanlışdır? Hər ikisinin ümumiləşmə özünü göstərir. Əlbəttə ki, düzdür. Həm atalar sözlərində, həm məsələlərdə ümumiləşmə var. Hər ikisindən müdriklik müşahidə edilir. Təbii ki, var. Yazılma formasından asılı olmayaraq epik növə aiddirlər. Düzdür. Hər ikisi epik növə aiddir. D. Fikrin ifadəsindəki bitkinlik səcə xüsusiyyəti. Bu yanlışdır. Çünki niyə yanlışdır? Bu atalar sözünə aiddir. Yəni, atalar sözündə bitkinlik varsa, amma məsələlərdə yoxdur. Əsərlərdə isə epiqraf kimi istifadə edilə bilər. Bu da düzdür. Hər ikisinə aiddir. Sonra, deməli, bu dördüncü sualımız idi. Beşinci sual. Bu oyunda əşyalardan da istifadə oluna bilər. Söhbət hansı oyundan gedir? Burada yəni bir variantı oxumayın, vaxt yetməsin. Dəsmalı verdi, yadınızda qalsın. Dəsmalı ver oyununda əşyalardan da istifadə edilə bilər. Sonra, 6-cı sual nəğmələrlə bağlı doğru fikri müəyyən etməliyik. Deməli, uzun zaman yağan yağışın kəsməsi üçün qodu-qodu nəğməsi ifa edilirmiş. Doğru cavab budur. Elə mən doğru cavabı söyləyirəm. Deməli, yəni B variantı burada doğrudur. Yəni, yağış çox yağanda onun kəsməsi üçün qodu-qodu nəğməsi ifa olunurmuş da. Amma yağış yağmayan, çox yağan, deməli, yağış çox yağanda kəsməsi üçün qodu-qodu nəğməsi. Gün də çıxmayanda gün çıx oxunarmış nəğməsi. Nağıllarla bağlı hansı fikir yanlışdır? 7-ci sual. Nağıllarda allegoriyaya yer verilə bilər. Bəli, yer verilə bilər. Sonra, bəzi nağıllarda məzmun etibarilə əfsanələr daxilıq özünü göstərir. Bəli, məsələn, sehirli nağılları deyə bilərik də. Sonra, hadisələrin təsvirində təkcə istifadə edilir, düzdür, yəni danışma nəql etmə yolu ilə. Nağıllarda reallıq özünü göstərə biləcək xüsusiyyətdir. Bu da düzdür, amma burada haqsızlıq, ədalətsizliklə mübarizə motivləri məişət nağıllarında mühüm yer tutur. Bu səhvdir. 8. Hansı variantda uyğunluq pozulub? Deməli, burada Aşıq Hüseyn Cavan yaradıcı aşıqdır, bəli. Dava Yorğan davasında lətifənin sonluğudur. Molla Nəsrəddinin lətifəsi. Mən Molla Nəsrəddinin lətifə kitablarını oxumuşdum, lətifələr. Yəni, orada bunu oxumuşdum, onunla bağlı. Bu bir lətifənin sonluğudur, Dava Yorğan davasıdır. Burada C variantında deyir ki, yanıltmacılar natiqlər üçün nəzərdə tutulub. Yəni, yanıltmac natiq üçün nəzərdə tutulmayıb. Yanıltmac səs oyunları üzərinə qurulubdur və uşaqların, ümumiyyətlə, nitqini inkişaf etdirmək istəyən insanların deməli, nitqini formalaşdırmaq üçündür. Yəni, natiqlər üçün deyil.
Deməli, natiq olmaq, ümumiyyətlə nitqi düzəlmək istəyənlər üçündür, nitqini inkişaf etdirmək istəyənlər üçün. Yəni C variantı səhvdir. Ya Şah İsmail Məhəbbət dastanı, bu da düzdür. Xəndəyə düşmə mütəhərrik oyundur. Bu da düzdür. Mütəhərrik, yəni hərəkətli. Sonra 9-cu sualda oxuyum. 8C 9. Nümunə əsasında yanlış fikir müəyyən etməliyik. Deməli, arif olan bir od düşüb canıma, əridib, döndərib ay ağa məni. Aşıq deyər ay ağa, yetişdada ay ağa. İllər xəstəsi canım, yar gəldi, qalxa ayağa. Ağa olan qulun salmaz nəzərdən, salma nəzərindən ay ağa mənim. Aşıq Ələsgər. Deməli, burada baxırıq variantlara. Cığalı təcnis nümunəsidir. Cığalı təcnis nümunəsidir. Sonra, yəni, bu düzdür də, cığalı təcnisdir. Sonra burada şeirin birinci bəndidir, düzdür. Misralar arasında artırılmış şeir janrca bayatıdır, yəni aşıq deyər ayağa bundan söhbət gedir. Cinas qafiyədən istifadə olunmuşdur, düzdür. Təcnisin mənaca növüdür, bu səhvdir də təbii ki. 10-cu sual, ağıllı uşaq nağılı ilə bağlı yanlış fikri müəyyən etməliyik. Deməli, burada deyir ki, 4-cü cümlə var burada. Bayatı çalan obraz, qocaları əsir götürülən, bayatı çalan obraz, deməli, qocaları əsir götürülən kəndin çobanı. Bu yanlışdır. Amma digərləri qocanın bilmədiyi sir, xanın hansı heyvanı xoşlaması, sonra arxada da dərs gedir. Əhmədin kömək, amma əsas maraqlı dərs oradadır deyəsəm. Qocanın bilmədiyi sir, xanın hansı heyvanı xoşlaması, bu düzdür. Sonra Əhmədin kömək etdiyi obraz qocanın arvadına kömək edir odunu daşımağa. Bu da yəni çox yaxşı bir xüsusiyyətidir də, Əhmədin böyüklərə hörmətini göstərir. Vəzir xana kəndə tutmaq üçün tədbir təklif edir. Əhmədin nənəsi böyüklərdən məsləhət almaq təklifini verir. Bu da düzdür, amma bayatı çalan obraz qocaları əsir götürülən kəndin obrazı, bu səhvdir. Bir neçəsində oxuyum. Eyler-Venn diaqramına əsasən deməli doğru fikri seçməliyik. Burada mahnılarla toy nəğmələri verilibdir. Doğru fikirləri seçməliyik buradan. 1-2 mahnılara aid toy nəğmələri 5-6-dır. 3-4 isə hər ikisinə aid olanlardır. Mən düzgün cavabı deyəndə başa düşəcəksiniz. Amma qarşınızda test varsa baxa bilərsiniz. Deməli, Eyler-Venn diaqramına əsasən doğru fikirləri tapsaq, özünə məxsus melodiyanın olması da fərqlənir. Bu mahnılara aid xüsusiyyət kimi verilib. Bəli, deməli doğrudur. Çünki mahnılar tərəfləri verilib də. Mahnılar nəğmələrdən fərqli olaraq melodiyasının olması ilə seçilir. Bir budur. Bir də toy nəğmələrinə aid konkret mərasim xüsusiyyətini daşıyır. Deməli, toy nəğmələri, yəni bu ona aid xüsusiyyətdir, düzdür. Yəni toydan söhbət gedir. Toydakı səadət, yeni qurulan ailəyə səadət bəxş olması ilə bağlı danışılır orada. 12 Xan Sarayı əfsanəsində baş verməyən hadisə. Xan Sarayı, bu da çox maraqlı bir əfsanədir. Baş verməyən hadisədir deyir. Ustanın əllərinin kəsilməsi orada var, bəli. Ustanın ümidsizliyə düşməməsi, usta ümidsizliyə düşmür. Xanın usta ilə bağlı peşmanlığı, bu da var. Yəni deyir ki, bundan da gözəlini tikə bilərdim. Ondan sonra peşman olur xan. Mənəvi iradənin üstünlüyü, bu da düzdür. Amma burada şahın ustanın əməyini qiymətləndirməsi yox, qiymətləndirməməsi. Yəni şah ustanın, bilirsiniz, orada xan belə deyək də, şah ustanın əməyini qiymətləndirmir. Yəni A variantı. Qiymətləndirməsi burada verilir, ona görə sən. Bilirsiniz, orada yəni usta deyir ki, mənim üçün əsas mənəvi cəhətdən qiymət verilməsidir də, yəni dəyər verilməsidir mənim işimə. Sonra burada 13-cü sualı da oxuyum. Tez-tez oxuyum. 13-də deyir ki, ağlaram ağlar kimi, dərdim var dağlar kimi, xəzəl olan tökülən viranə bağlar kimi. Bu bildiyimiz kimi yəni ağıdır da, yas nəğməsidir. Kədər, nisgil, əhval-ruhiyyəsi burada doyulur. İndi burada deyir ki, nümunəyə əsasən cədvəldən uyğunluğu müəyyən etməliyik. Bayatı şəklində yazılan bu nümunəyə bayatı janrındadır demək olar. Deməli, bu fikirə aid hökmün qarşısına yazılıb yanlış. Yəni bizə də uyğunluq tələb olunduğu üçün bu cavabı götürəcəyik. Sonra tez 14-də oxuyum. 14-də deyir ki, ağıllı uşaq nağılına aid olmayan fikri seçin. Deməli, böyüklərdən məsləhət almaq Əhmədin şəxsi düşüncəsidir. Bizdən aid olmayan fikir soruşulur.
Ağıllı uşaqda bəli, Əhmədin öz düşüncəsi idi ki, böyüklərdən məsləhət alsın. Bu da onun uzaq görənliyini göstərir həm də. Sonra B variantı, kənddəki qocalar şahın əmri ilə çağırılanda istəyərək getmişdilər. Bu yanlışdır da. Elə bu yanlışdır. Mən digər düzləri oxuyum, yadınızda qalsın. Deməli, Əhməd almaların sirrini özü aça bilmir, kömək alır. Bu düzdür. Xana kəndi ələ keçirməklə bağlı təklifi vəziri vermir. Bu da düzdür. Kəndə xanın şərtlərini gətirən xanın baş məsləhətçisi deyildi. 15-i də oxuyum tez. 15-ci sual. Cahardiyyə əfsanəsinin forma xüsusiyyətinə aid olan fikri müəyyən etməliyik. Deməli, hadisələrin əks olmasına təhkik üsulundan istifadə edilib. Burada, yəni belə deyək də, aid olmayan, forma xüsusiyyətinə aid olmayan fikri müəyyən edilib, aid olmayan. Yəni hadisələrin əks olmasına təhkik üsulundan istifadə edilib. Digər variant, burada əslində aid olan fikri, daha doğrusu, mən də baxıram, yəni aid olan fikir. Siz məzmun xüsusiyyətindən forma xüsusiyyətindən çox adam seçə bilmir. Arxada baş verən mənzərə töküb dağıdıb hər şeyi. Fürsətdən istifadə edir. Əslində, ağıllı uşaqdan danışdım. Baxın, ağıllı uşaqda fürsətdən istifadə edib dağıdıb tökür. Deməli, bunu da oxuyum, yekunlaşdırım. Gedim ağıllı uşağın yanına. Deməli, forma xüsusiyyətinə məzmun xüsusiyyətini ayırmaq asandır. Yəni, məzmun o, belə deyək də, mövzudur, nədən danışılır, bu tərəfidir. Amma forma, misal üçün, şeirdirsə onun deyək ki, janrı, yaxud, məsələn, burada əfsanədirsə, yəni deməli hadisələrin əks olmasında təhkik üsulundan istifadə edilib. Bu elə forma xüsusiyyətinə aid olan budur da, yəni nağıl, danışma yolu ilə necə yazılması. Amma digər, misal üçün, güc sahiblərinin ağıl sahibləri qarşısındakı məğlubiyyəti bu məzmununa aiddir. Götürə bilmərik. Belə 15 sual oxudum. Növbəti izahlarda isə digər hissələrindən digər sualları da oxuyacağam. Hələlik sağ olun.